O kəs ki, bir asilik edib, lakin bu dünyada həmin asiliyin hədd cəzası ona tətbiq olunub və bu cür Allaha qovuşub. Qayda budur ki, o günaha görə ona tətbiq olunan hədd cəzası o günahın kəfarəsidir. İmam Əhməd rahimehullah deyir ki, kəmə cəə fil xabar an Rasulillahi sallallahu aleyhi və səlləm. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən xəbərdə, hədisdə, əsərdə belə varid olur. Ona görə Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, mən əsabə zənbən fəuqimə aleyhi haddu zəlikə zənb fəhuvə kəffəratuh. Kim bir asiliyə, günaha mübtala olsa və bu dünyada o günahın hədd cəzası ona tətbiq olunsa, bu hədd cəzası o günahın kəfarəsidir. Kəfarə yəni nə? Yəni təmizləyən.